Salam əziz uşaqlar. Bugün sizlərlə birlikdə yenə şifrəli məntiq həll edəcəyəm. Bu məntiqimizdə isə bizə söz verilib və bu sözün şifrəsini verib. Şuşa sözünü verib və bu sözün şifrəsi 5259-dur. Yəni 5259 kimi nəzərdə tutulur. Bizə isə sual olaraq Bərdə sözünü verib və bunun şifrəsini istəyir. Biz də variantlara uyğun olaraq bunu tapacağıq. Burada qeyd etdiyim kimi Bərdə sözündə iki eyni hərf var. Variantları buna görə çıxdaşla edəcəyik. A variantına baxaq. Ə hərflərinin yerində olduğu kimi yerində olduğu rəqəmlər eyni olmalıdır. Baxırıq. 6, 6 eyni rəqəm olduğu üçün A variantı qalır. B variantı. B variantında Ə hərflərinin durduğu rəqəmlər müxtəlif olduğu üçün B variantı silinir. C variantına baxırıq. C variantında Ə hərflərinin durduğu yerdə rəqəmlər eynidir. Buna görə C variantı da qalır. D variantına baxırıq. D variantında da həmçinin eyni elə qalır. İndi burada əsas məqsəd budur ki, Şuşa sözünün kodlarını bizə ona görə veriblər ki, hərflərin durduğu yeri rəqəmlərə görə onu tapaq. A hərfinin kodu 9-dur. Baxırıq. Burada Şuşa hərfinin heç bir kodu yoxdur. Lakin C variantında 9 var və 9 da A hərfinin, burada qeyd edək, A hərfinin koduydu. Buna görə, amma lakin Bərdə sözündə Ə hərfi gəldiyi üçün C variantı çıxılır. Baxırıq. D variantında Şuşa sözünün 2 U hərfinin koduydu. Burada 2 var. Bərdə sözündə isə burada D hərfi durmalıydı. Buna görə burada U'nun kodu olduğu üçün D variantı da avtomatik olaraq çıxılır. Geriyə qalan A variantı olur. Deməli, Bərdə sözünün kodu 4, 6, 8, 7, 6'dır.